Evet, inşallah Allah'ın köməklə Elxan qardaşla döyüşək. Yəni, bilirəm ki, təcrübəli idmançıdır, güclü idmançıdır. İnşallah gənc yaşıma baxmayaraq, istəyirəm yaxşı döyüş göstərdim. Finala çıxdım, qardaşla yenə döyüşüm, finalı göstərdim. İnşallah orada da oldum. İnşallah oradan olun, gözümüzü rinqləyəcəyik. Tam 3 round keçəcək, knockout olacaq. Nə planlaşdırırsan? Knockout fikrin var sən? Neçənci roundda? Neçənci round? İkinci round. Sən ikinci roundda Elxanı knockout eləsən, ben sənə güclü bir motivasiya verim, yəni normal bir motivasiya verəcəm sən. İkinci roundda sən Elxanı knockout eləsən, 1000 manat məndən sənə bonus. Bu da sənin üçün, bu da sənin üçün bir motivasiyası bizim altdan. Çünki bizim təşkilatın 200 də bizim dostumuz Prins əlavə eləyir. Oldu 1200 manat. Yəni ikinci roundda sən knockout eləsən. Yəni 1200 manat. 1000 də qəşəng. Belə olur da. Burada 2200 manat. Mat oradan deyir ki, mənə mesaj gördülər ki, 500 də mən göndərirəm burada. Yəni burada indi bir dənə danışaq, real danışaq. 1000-i mən verirəm. O da 200 prins verir. Zarafat tutursan. Yox, qardaşım. Yəni bu burada indi daha bu ajataj babudur da. Burada ajataj pulundan olur da. Düzdürmü? Aydın məsələdir. Mən ona niyə deyirəm ki, 1000 manat verirəm? Çünki ən yaşda kiçik olan burada olur da. Düzdürmü? Ona düşür də, razısız. İkincisi də ürəkli olmağına görə, o dilinə gətirdiyinə görə. Çünki bilir ki, Üzböz Elxan oturur və onu ürəklə deyirsə, halal olsun. Ona gəlin, Davide alqışlayaq, həqiqətən canavarsan, qardaşım. Ona görə mən dedim özümdən, ikinci roundda sən nakavt eləsən, səni döyüşdən sonra hələ yerində sən 1000 manatı verirsən.